Azərbaycan xalqının 80-90%-nin musiqi zövqü olmayıb. Niyə televiziya bunlar çıxır? Televiziyada bir səbəb göstərir ki, cahil düşüncədə olaydım, amma xoşbəxt olaydım. Nəyə görə deyirəm bunu? Böyük kütlələrin şairi Balaəlidir. Böyük kütlələrin şairləri Pərviz Bülbülədir, Orxan Lökbətanlıdır. Onlar şairdirlər. Azərbaycanda, yəni bizim cəmiyyətdə kitab oxuyan adamların axırı yoxdur. Meyxanaçıların adının yanına şair əlavə eləyib. Bunu daha biraz ciddi formata salırlar. Azərbaycanda işinə o qədər xəyanət edən adamlar var ki, Allahın dostu mənim elədiyim şey onun yanında heç bu müəyyən qadağalar, həmin o bayağı müğənnilərin efirə çıxmasına şərait, Manaf Ağayevin Can-Can oxuması nə qədər insanı düşündürə bilər və yaxud da hara apara bilər. Halal nə qədər pul qazana bilərsən, Pərvin? İnsanların zövqünün korlanmağı ilə bağlı çıxışlarında bu mövzulara çox yer verirsən. İndiki dövrdə hal-hazırda zövq korlanması deyəndə nəyi nəzərdə tutursan? Zövq korlanması deyəndə insanların birinci növbədə musiqi zövqünü sorğuluyuruq. Çünki Azərbaycanda bu dəqiqə musiqi üstündə köklənib hər şey. Televiziyanca musiqini təbliğ eləyir. Azərbaycanda insanların bir çoxsunun çörəyi toydan çıxır, toy biznesindən. Orada da musiqiyə ehtiyac var. Yəni biz əsas ona köklənirik. Buna köklənəndə mən özüm analiz eləmişəm ki, bizdən qabaqki nəsildə də, SSR-də də bu belə olub həmişə. Azərbaycan xalqının bir 80-90%-nin musiqi zövqü olmayıb. Sadəcə olaraq Sovetin senzurası, o müəyyən qadağalar, həmin o bayağı müğənnilərin efirə çıxmasına şərait yaratmayıb. Və elə görsənib ki, Azərbaycan xalqı çox zövqlü xalqdır, ancaq Şövkət Ələkbərova qulaq asır. Amma həmçində paralel bir dünyada orada Məmməd Bağıra qulaq asıblar, orada digər bayağı sayıla bilən müğənnilərə qulaq asıblar. İndi Məmməd Bağırzadə biraz istisna sayıla bilər, çünki sonradan o artıq efirdə görünməyə başladı, müəyyən həqiqətən də yaxşı mahnılar oxub. Yəni, bizim millətin musiqi zövqündə bir neçə qədimdən problem var. O 6-8 ritmi bizim qanımıza nətər işləyibsə, biz o 6-8 ritmindən çıxa bilmirik. Bunu dəyişdirmək də mümkün deyil indiki dövrdə. Çünki indiki dövrdə sən belə bir senzura tətbiq edə bilməzsən, çünki sosial şəbəkələr var. Həmişə deyirəm ki, bax, televiziyada verilən və ora çıxan müğənniləri tənqid edirik və deyirik ki, niyə televiziya bunlar çıxır? Televiziyada bir səbəb göstərir ki, buna baxırlar deyə biz bunları çağırırıq. Aha. Reytingimiz buradan gəlir. Amma bunu inkar edirlər ki, yox, elə deyil, televiziyalar insanları aldadır. Çevrilib sosial şəbəkəyə baxanda, bu ki, məcburi deyil, yəni istədiyimiz şeyi axtarıb tapırıq da rahat. Bəli. Ora baxanda orada da görürsən ki, bayağı şeylər daha çox önə çıxır, daha çox baxışı var. Demək ki, burada problem sistemdə yox, televiziyada, sosial şəbəkədə yox, birbaşa insanların özündə. Yəni artıq biz korlanmış zövqü müşahidə edirik, yoxsa zövqün korlanmasını müşahidə edirik? Yox, korlanmış zövqü. O kifayət qədər korlanıb onsuz da. Bu korlanmış zövq sən başladın musiqi istiqamətindən gətirib çıxarmağa. Korlanmış zövq başqa nələrə səbəb olur, yaxud da ki, nələrə bais olur? Bu insanın beyninin biraz kütləşməsinə gətirib çıxardır. Çünki məsələn baxsaq, bayağı filmlərdə də bu belədir, bayağı mahnılarda da belədir, bayağı ədəbiyyatda da belədir ki, orada düşünməyə bir şey tapa bilmirsən. Hər şey hazır və bəsit şəkildə verilir sənə. Məsələn, Manaf Ağayevin Can-Can oxuması nə qədər insanı düşündürə bilər və yaxud da hara apara bilər. Və yaxud da ki, son dövr çəkilən filmlər var, komediya filmləri. Tutaq ki, Xozu filmi. O sənə nə verə bilər? Heç gülüşü güclə verir, qaldı düşünməyi. Və yaxud da ki, bayağı ədəbiyyat, TikTokda bizim bütün gün rastımıza çıxan o bayağı şeirlər. Heç birinin nə dərin bir qatı var, insanı heç bir yerə aparmır, heç bir şey vəd eləmir. Birinci növbədə insanın beyni kütləşir bunun sayəsində. Təhlükədir də, bu kütləşmə təhlükədir. Kütləşmə gətirəcək, axırında nəyə çıxardacaq Akif? Cinayətə qədər gedib çıxa bilirdi o kütləşmənin axı. Məsəl üçün, meyxanalara qulaq asan adamlar, o yüngül meyxanalara və yaxud da bəzən
meyxanalarda da kriminal aləmin şeyləri təbliğ olunur da. Elə meyxanalara qulaq asan adamların fikir versəz geyimləri bir başqa cürdür, hərəkətləri bir başqa cürdür. Bizim cəmiyyətdə bir dənə belə şey var, qaqa anlayışı da. Meyxanaya qulaq asan kütlənin bir böyük əksəriyyəti o tip adamlardılar. Mən meyxananı pis istəmirəm, amma mən özüm meyxanaya qulaq asıram. Və meyxanaçıların heç birinə də, yəni belə deyək də. Məsəl üçün qulaq asanda kimə qulaq asırsan? Vallahi hamıya. Mən bayağı mahnılarda qulaq asıram. Bir sən nətərdir? İnsanın beynində bir papka olmalıdır. Burada Şəbnəm də ola bilər, burada Üzeyir Hacıbəyev də ola bilər, burada Qara Qarayev də ola bilər. İstənilən adam ola bilər. Nəyə görə? Çünki sən bilməlisən ki, bu da var, bu da var, bu da var. Və sonra ayırd eləməlisən ki, bu yaxşıdır, yoxsa bu yaxşıdır. Bir də var alüdə olmaq. O tamam başqa bir səviyyədir. Bizim insanların problemi alüdə olmaqdadır. Məsələn, deyirik ki, bayağı şeyləri çox göstərirlər televiziyada. Biz demirik ki, göstərməsinlər. Məsələn, mən heç vaxt tənqid eləyəndə deməmişəm ki, göstərməyin, yeridir. Göstərin. Amma onun yanında bir səviyyəli bir şey də olsun da. Necə ki, süfrəmizdə olur bozbaş, nə bilim, nə sonra deyirik ki, süfrəmizin şahı aş gəlir. Yüngül yeməkdən açığı razı deyiləm. Yəni yeməklə gəl bunu müqayisə eləməyək. Çünki onsuz da gəlib doğru nəticəyə çıxmayacaq. Bozbaş da süfrəmizin şahıdır. Yemək formasında şahıdır, amma müğənni formasında deyil. O müqayisə düzgün gəlmir. O cür musiqini dinləyib beyin qəbul elədiyi zaman rahatlaşır. Çünki rahat qəbul olunur. Beyin əziyyəti sevməyən bir orqandır. İndi belə təsəvvür yaradıblar psixoloqlar, o təsəvvürdə nat mütəxəssisləri. Beyin də o bəsit musiqini, qeyd etdiyin o ritm var idi, hansıdır? 6-8 ritmini daha rahat qəbul edir deyənə. Simfoniyaya qulaq asmağı qəbul edə bilmir. Çünki onu orada bir çox alətlər var, onların hər birini ayrı-ayrılıqda eşidir. Ona görə beyin onu istəmir eşitmək. Sən o dediyin ritmi eşitmək onun üçün rahat gəlir. Eşidir, ləzzət alır, bir daha eşitmək istəyir, bir daha eşitmək istəyir. Bəlkə lazımdır ki, heç ümumiyyətlə eşitməsin onlara. Sən o dediyin bəlkə papkaya heç ümumiyyətlə ehtiyac yoxdur. Ehtiyac var axı. Necə ehtiyac var? Ehtiyac var da, cəmiyyət ona qulaq asır. Yox, məsələ burasındadır ki, sən deyirsən ki, mənim beynimdə o bəsit musiqilərin də yerinin öz yeri var, öz papkası var. O papka çirkləndirmək, belə deyək, məsələsi daşımır. Sən məsəl üçün ona qarşı bir immunitet daşıyıcısısan. Sən özün bir yazıçısan, bir şairsən. Onu daha dərinliyindən bu sferada olduğuna görə bilirsən ki, ayırd edə biləsən. Hamı yazıçı, şair və yaxud da ki, musiqi zövqü formalaşmış deyil axı. Yəni o bayağı şeirlə belə deyək ki, səviyyəli, bayağı olmayan şeiri ayırd edə bilmir axı. Bəs mən də deyirəm ki, insanın beynində müxtəlif papkalar olanda ayırd edə bilir. Əgər bir insanın beynində ancaq Əflatun Qubadov varsa, o eləyə bilməyəcək o dediyimiz məsələ. İndi məsələ orasındadır ki, niyə Əflatun Qubadov olsun axı? Olmalıdır da. İnsanın bax. Yəni insanların ən azından gözünün qabağında niyə olsun da, onu demək istəyirəm. Biz öz normal həyatımızda da bəzən deyirsən, çox belə düşük, bəsit mahnıların zümzümə eləyə bilirik. İnsanın elə bir əhval, elə bir ladı olur. Elə bir moment olur ki, orada sən onu eləyə bilirsən. Demək ki, insanın bir növdə həm də ehtiyacı var ona. Amma bir də var ki, ona ilişib qalmaq. Başa düşdün? Məsəl üçün cavan bir oğlan, başqa bir yöndən müqayisə edim. Bir cavan oğlan bizim kimi mühitlərdə həmişə 18-19 yaşlarında vurub tutan, nə bilim, dəliqanlı, biraz belə lotulanmaq istəyən bir şey olurdu, onda ab-hava olur. Elə insanlar var ki, o etapı keçirlər, yetişirlər, yetkinləşirlər və başa düşürlər ki, bu çox gülməli bir şeydir. Elə adamlar da var ki, 40-50 yaşına qədər, ta ölənə qədər də o düşüncə ilə gedirlər. Bu, bir növ sənin düşdüyün mühitin sənə göstərdiyi, belə deyək də, təsirin nəticəsində olur. Məsələn, mən dəfələrlə mühitlər dəyişmişəm. Mən də o mühitin içində olmuşam. Mən də 18-19 yaşımda makasin geyinib, nə bilim, o adamlarla oturub duran adam olmuşam. Amma mən sonradan mühitimi dəyişib başa düşmüşəm ki, yox, bu bir şey deyildir. Sənə bunu eləməkdə nə kömək eləyib? Desəm, belə, əslində mən istəmirəm kitab oxumağı təbliğ eləmək. Çünki indi həyatın elə bir dönəmindəyəm ki, mən başa düşürəm ki, kitablar mənə heç nə verməyiblər. Amma həmin vaxtda kitab məni dəyişdirmişdi. Bunu bir dəfə demişəm əvvəllər. Jack Londonun Martin Eden əsəri var. Martin Eden əsərini oxuyub, mən o mühitdən uzaqlaşmışam da, gəlmişəm ədəbiyyat, kitab falan, bu çevrənin içinə düşmüşəm. Bəs necə düşünürsən ki, indi kitablar insanlara lazımsızdır?
Çünki yaşadığım mühitin reallığını başa düşürəm ki, Azərbaycanda, yəni bizim cəmiyyətdə kitab oxuyan adamların axırı yoxdur. Və dəfələrlə də görmüsüz intihar hadisələri, vaxtsız ölümlər. Bunların hamısı bizim çevrənin, bizim mühitin adamlardılar. Onlar hamısı kitab oxumuş adamlardılar. Pessimizmə, nihilizmə gətirib çıxardı. Bəli, birbaşa gətirib çıxardı. Çünki sən kitabda oxuduğun şeyi real həyatda tapa bilmirsən. Kitabda başqa bir şey deyir sənə, başqa bir cəmiyyət təsvir eləyir. Sən ayrılıb görsən ki, yaxşı, mən bu qədər kitab oxudum, hər şeyi başa düşdüm, bütün şeyləri bilirəm, amma mənim məsələn adi bir şeydir. Məişət problemlərim həll olunur. Sən də dəstəkləyən adamlardan sanki cəhalət xoşbəxtlikdir. Yəni insan bilmədən xoşbəxt olur. İndi dəstəkləyirəm. Yaşayırsa, əgər ən azından cahildir və ən azından intihar eləmirsə, deməli elə də qalsın. İndi dəstəkləyirəm o fikri. Yəni onsuz da öləcək də bu insan. Bir var ki, bilməyib ölsün. Bir də var bilib ölsün. Hansı daha yaxşıdır? Əslində söhbətlərin gəlib dirənəcəyi nöqtə bilsən nədir? Nə mənim, nə sənin, nə digərlərinin gəldiyi həqiqət heç kim üçün həqiqət olmaya bilər. Yəni hərənin öz həqiqəti var. Mənim həqiqətim hal-hazırda budur. Mən deyirəm ki, əslində cəhalət xoşbəxtlikdir. Kaş mən cahil düşüncədə olaydım, amma xoşbəxt olaydım. Nəyə görə deyirəm bunu? Çünki o müəyyən bir mərhələni keçib gəlmişəm. Başa düşdün? Keçməsəydim bəlkə deməzdim. Keçib gəlmişəm deyə deyirəm. Amma bu başqa bir Əhmədə aid olmaya bilər. İçmək üçün bir stəkan var. Bunun qulpu olmaya bilər, amma içməyə yarayır da, düzdür. Sən buna gətirib bir qulp qoya bilərsən, başqası gətirib ikinci qulpu qoya bilər. Biri başqa forma belə. Amma həqiqət dəyişmir ki, bu yəni belə olmalıdır. İçmək üçün stəkanın quruluşu belə olmalıdır. İçinə doldurasan, içəsən. İndi mən dediyim standart da elədir. Yəni mənim olduğum vəziyyət standartdır. Yəni belə olmalıdır normalda insan. Düşünə bilməlidir, cəmiyyəti analiz eləyə bilməlidir. O dediyim bayağı şeylərdən qaçmalıdır və s. və ilaxır. Standartdır o. Bundan yuxarı bilsən nə qədər mərtəbələr var. Amma bunları eləyə bilsə xoşbəxt olmayacaq deyənə. Bizim mühitdə belədir də. Başqa mühitdə necə olacaq? Bizim başqa mühitdə kifayət qədər inkişaf eləmiş ölkələr var ki, sivil ölkələr var ki, orada yəni oxuyub da nəsə əldə eləyə bilərsən. Amma bizdə bu mümkün deyil. Mən deyirəm ki sənə, mən 10 il media sahəsində işləmişəm, müxtəlif saytlarda yazmışam və yaxud da oturaqlı işləmişəm. Müəyyən qədər bazam var, oxuduğum kitablar var. Amma mən indi başa düşürəm ki, mən bu 10 il ərzində özümü konkret aldatmışam da. Yəni vaxt itirmişəm. 31 yaşım var, 10 il çıx 21 yaşdam. Təsəvvür mən qayıtsam 21 yaşıma, mən media filan, ay nə bilim, kaş mən də bir yazım çıxıydı, həvəsində olmazdım. Tamam başqa bir işin dazı gedərdim. İndi başa düşürəm onu. Və yaxşı ki, tez başa düşmüşəm. 31 yaş üçün tezdir əslində. Bizim mühitin adamları 50-də zətdə başa düşürlər bunu. 50-də, 60-da. Hansı adam, o adamlar ki, qapı-qapı düşüb pul dilənirlər. Siqaret çəkmək üçün pul dilənirlər, dostlarla oturub yeyib içmək üçün pul dilənirlər. Çox bərbad bir vəziyyətdə yaşayırlar. Seçdikləri yol. Seçdikləri yol səhvdir, bəli. Yəni müasir insan mühiti analiz eləməlidir, cəmiyyəti. Ona uyğun da davranmalıdır. Yəni sən ac ol, kişi ol, belə bir bizdə şey var axı, ideologiya var da. İndi o biraz ola bilərmi ki, sənin öz şəxsi həyatında dəyişikliklər baş verib, tələbatların artıb, o dövrdə yüksək tələbatların yox idi, daha yüksək rifahda yaşamaq həvəsi və yaxud da ki, arxadan bir, belə deyək, itələyici qüvvə yox idi ki, daha yüksək rifah yaşayışında yaşamalıyıq. Ona görə... Yox, bir növ mən sənə deyim ki, mənim əslində 18 yaşıma qədər dəstək olub mənə. Hansı ki, o artıq 18-dən sonra azad olursan axı da, bir insan kimi. O vaxta qədər dəstəyim olub. Bundan sonra atan dünyasını dəyişib, bütün ailənin yükü mənə qalıb. Amma yenə də bu sənətdə qalmağa özünə... Hə də, güya indi belə fikirləşirdim ki, yazmaq, nə bilim, cəmiyyəti maarifləndirmək. Sonra başa düşdüm ki, 120 il hələ götürəndə, keçən əsri və bu əsrin 25 ilini götürəndə, baxırsan ki, maarifləndirməklə məşğul olan adamların nə şəxsi taleyi bir fərq olub, nə də cəmiyyəti maarifləndirə biliblər. Demək ki, maarifləndirmə yolu düzgün yoldur. Ümumiyyətlə, yəni ona vaxt sərf eləməyə dəyməz.
cəmiyyəti maarifləndirəcəm, cəmiyyət çox yaxşı olacaq, nə bilim, düşüncələri dəyişəcək. Belə bir şey yoxdur. Nə Mirzə Cəlil, nə Mirzə Ələkbər Sabir, nə Axundov, ondan bu tərəfə kimləri sadalasan, heç bir məqsədinə çatmayıb. Sadəcə bu gün quru heykəlləri var, yanından keçəndə heç yanından keçəndə baxmırsan, deyirsən ki, məsələn, Sabirin heykəlinin yanına gələrsən. Belə bir işə yarayır olar. Vəssalam. İndi pessimizmin içində deyiləm əslində. İndi daha pozitivəm. Çünki indi başa düşürəm ki, mən fərd olaraq pul qazanmalıyam. Bizim cəmiyyətlərdə pulu olan adamların gücü var, pulu olan adamların hörməti var. Pul müəyyən insana özgüvəni bəxş eləyir və mən o özgüvəni əldə etməliyəm ki, ən azından bundan sonra bəlkə bir 20-30 il ömrüm varsa, onu biraz rahat yaşayım. Məsələ burasındadır ki, mən sənin düşündüyünün tamamilə əksini düşünürəm. Sən öz sənətini artıq indi gətirmisən, kommersiya istiqamətində istifadə edirsən. Bu qədər bəs. Sən mən düşünürəm ki, indi də heç maarifləndirmə prosesindən kənara çıxmamısan. Öz sənətini həm də pul qazanma, daha çox pul qazanma vasitəsinə çevirmisən. Amma elə düşünmürəm də. Mən fikirləşirəm ki, insan bəli, istəsə pul qazana bilər. Amma axı biz o cür yetişdirilməmişik axı. Bizə həmişə deyiblər ki, halal pul qazanmalısan birincisi. Düzdür? Halal nə qədər pul qazana bilərsən? Pərvin. Bəlkə açıq danışaq. Halal nə qədər qazana bilərsən? Və o sənin nə qədər rifahına təsir eləyə bilər, böyük bir təsir ola bilər. Bizi halal zehniyyətlə böyüdüblər. İkincisi, qane olmaq öyrədilib bizə. Şükür eləmək. Mən razıyam. Mən bu gün də bütün hara getmişəm, hardan pul qazanmışam, deyirəm Allah sənə şükür. Bu ruzunu yetirmisən. Amma şükür o demək deyil ki, elədiyim səhvi 8 il bir yerdə işləyib 350 manata şükür eləyib dayanmaq o da bir şeydir. Mən 8 il bir yerdə işləyib 350 manat maaş almışam. Sənin dediyin o halal, şükürlü qazanc elə olur. Maksimumda 600, 700, 800 manat maaş qazana bilərsən. Mən 31 yaşımda başa düşdüm ki, mənim bacardığım şeyləri bunu özüm də edib qazana bilərəm. Mən bunu gedib başqası üçün edirəm. O qədər özümü danlamışam ona görə. Oturub indi baxıram ki, mən 4 aydır, 5 aydır rəsmi işləmirəm. Amma elə mənə rəsmin o verilən maaşı mən çıxardıram da. Mən niyə gedib belə kiminsə yanında işləyirəm? Aydınlanma deyirlər. Hə, aydınlanma. Buna görə özünü çox da qınamağa ehtiyac olmaz mən düşünürəm. Sadəcə aydınlanmanı indi bu yaşda yaşamısan. Bu qınayıb aydınlanmışam. Yox, qınayıb aydınlanmışam. Qınayıb aydınlanmışam ki, yəni düzdür, maarifləndirmədən kənara çıxmıram hal-hazırda da. Hansı informasiyanı verirəm insanlara. Amma biraz ondan kommersiya kimi istifadə edirəm də. Bunu eləyəndə özünü işinə xəyanət eləmiş kimi hiss edirsən. Əşi yox, işinə xəyanət. O əşin içində Azərbaycanda işinə o qədər xəyanət edən adamlar var ki, Allahın dostu mənim elədiyim şey onun yanında heç belə dəryadan bir qətrə sayılır da. Mən əvvəlki sistemdə olanda rəsmi iş gedib gəlmək falan, orada daha rahat idi. Komfort bir ərazidir. Bəlli bir qrafikin var. Səhər durmalısan, axşam gəlirsən, ayın axırda filan qədər maaş alırsan. Bu mənim yanaşmamdır. Yəni bunu kimsə belə aşağılama kimi və yaxud da nəsə bir xüsusi bir şey kimi qəbul etməsin. Mən belə yanaşıram ki, həmin o işdə işləyən insanlar daha çox cəsarətsizdirlər. Çünki o komfort zonanı tərk eləmək istəmirlər. Son vaxtlarda gördüyün işlər müəyyən mənada publika üçün çox maraqlıdır. Və bunu boylarda daha çox səslənsin deyə həmin o dediyin ritm var idi. 6-8 ritminə salınmış musiqilərin yazılması prosesinə oxşatmaq olar. Aşağı yuxarı elə də. Yəni burada nə var ki, aşağı yuxarı elə. Çünki mən auditoriya ilə işləyirəm. Və o auditoriyanı əlimdə saxlamaq üçün, o auditoriyanı daha da böyütmək üçün onların istədiyi şeyləri verməliyəm. Yəni əvvəl bunu eləmirdim. Əvvəl dedim, yox, bunu yazıramsa fərq eləmir mənə, oxunacaq, oxunmayacaq. Amma indi baxıram ki, yox, elə deyil. Məsələ odur. Bu dünyada da belədir, təkcə bizdə deyil. Dünyada da bu proses belə gedir. Tələbat nəyədirsə, ya onu verirsən, ya da gücün çatırsa tələbat yarat nəyəsə. Yəni özün yarat o tələbatı.
O tələbatda özünü yaratmaq üçün yenə deyirəm, o tək nəfərin işi deyil, o komanda işidir. O böyük bir analiz tələb eləyir. O böyük bir prosesdir. Özünün tələbat yaratmağı. Şairlərdən kimləri oxuyursan özün? Heç ki, Şeir yazmağına kömək eləmiş şairlərdən. son neçə ildə heç kim oxumuram. Belə adlar çəkə bilərəm. O nə qədər belə önəmlidir, heç bilmirəm. Çünki Azərbaycanda bu çəkdiyim adları aşağı-yuxarı 3-5 min adam tanıyır. 3-5 min adam tanıyır o şairləri. Azərbaycan xalqının, insanların şairləri tamam başqa adamlardılar. Yəni bizim bildiyimiz Bəxtiyar Vahabzadə, nə bilim Ramiz Rövşən bunlar deyil. Bunlar balaca kütlələrin şairləridirlər. Böyük kütlələrin şairi Balaəlidir. Böyük kütlələrin şairləri Pərviz Bülbülədir, Orxan Lökbətanlıdır. Onlar şairdirlər. Biz onun yanında işləyik. O xalq onları sevir. Onları paylaşır. Mən nə dərəcədə düzgün? Hə, mən oxuyuram şeyi. Məsələn, Qismət Rüstəmovu. Qisməti nə qədər adam tanıyır? 3-5 min. Maksimumda dərs dediyi universitetdəki tələbələri. Vəssalam. Onu heç kim tanımır. Yəni bu faydasız olar da bunu nümunə çəkməyə. Və ümumilikdə də mənim şeirə elə bir kimi oxumağa marağım qalmayıb açığı. Şeiri oxuyurdum bir sənə 10 il, 15 il bundan qabaq. Yazmağa təzə başlayanda. Hə, öyrənmək üçün oxuduğum adamlar olub. Kimlər olub onlar? Əli Kərimoğlu, biraz müasir dövrdə Həmid Erisçi. Mənim ən böyük belə sevdiyim şairlərdən biridir Həmid Erisçi. Həmid Erisçini ümumiyyətlə tanımır. Cəmiyyət ki, o şairdir. Həmidi Aynesdən tanıyırlar. Pirləri çəkirdi, nə bilim belə verilişlər eləyirdi. Amma Həmidin yazdığı şeirlər çox böyük, yəni nümunədir və yaxşı motivasiyadır. Çünki şeirlərin içində hər şey var. Dediyin, müqayisə etdiyin, bir balaca da hiss olunur simandan və deyiliş tərzindən istehza etdiyin o xalqın daha çox sevdiyi şairlər. Niyə onlar bu qədər sevilirlər bəs? Bayaq biz zövqdən danışdıq axı. Yəni Zövqsüzlük insanın beynini kütləşdirir. Küt beyin də rahat həzm olunan şey axtarır. Onların şeirləri çox rahat həzm olunacaq şeirlərdir və ciddi ədəbi mühitdə, ciddi ədəbiyyat adamları. Bax, gedək hansısa bir şairə yaxınlaşaq, deyək ki, heç adını çəkməyək meyxanaçıların, sadəcə birinin şeirini oxuyaq. Görək ona nə qiymət verəcək. Orada poetika varmı? O şeirin nə qədər dərin qatı var? Nə qədər dərin mənası var? Məni qoyun qırağa. Tutaq ki, onlar məni qəbul eləməzlər ki, bu kim deyə çıxdı? Bu da başladı şey eləməyə, meyxananın əleyhinə danışmaya. Yenə deyirəm, mən meyxananın əleyhinə deyiləm. Meyxanaya qulaq asıram da, meyxanaçı dostlarım da var. Amma o dediyimiz zövqsüzlük beyni kütləşdirəndə, sən o küt beyninlə nətər Həmid oxuya bilərsən axı? Mümkündür elə o. Çünki beyin daha rahat şey axtar. Həminə qulaq asdım, ani çölə. Onda şair olmayan kəsə meyxanaçı kimi qulaq asırsan belə çıxır. Onda demək şair kimi, şair deyil amma meyxanaçıdır. Bəli, meyxanaçıdırlar da onlar. Onlar meyxanaçıdırlar. Sadəcə son dövrdə meyxanaçıların adının yanına şair əlavə eləyib, bunu daha biraz ciddi formata salırlar. Məsəl üçün, daha hansısa bir ailə problemləri müzakirə olunan verilişdə bir meyxanaçı ekspert olursa, sən ona nətə deyə bilərsən ki, bugün meyxanaçı filan kəs bizim ekspertimizdir. Amma şair deyəndə o biraz sambala minir də, düzdür? Şair başqa anlayışdır axı. Şairin az da olsa bir çəkisi var şeydə, ölkədə. Çünki şair deyəndə Nəsim Yadova gəlir, nə bilim Füzuli Yadova gəlir. O şair anlayışının çəkisi də böyükdür. Ona görə onlar rahatlıqla şair kimi qəbul edirlər. Onlar da özlərini şair hesab edirlər iş orasında. Ailə məişət mövzuları müzakirə olunan verilişlərdən danışmışsan. Sənin özünü dəvət eləmirlər ekspert kimi? Yox. Bir şey başa düşmürəm ki, Azərbaycan xalqı qonşunun ailə probleminin içinə daxil olmayan, öz evinin içindəki problemin çölə çıxmağına yaxşı baxmıyor. Həmişə olur da. Ay aman səs-küy salmayın, qonşu bilər. Və yaxud da qonşuda arvadını döyər, heç kim qarışmaz ona. Belə bir xalq çox rahatlıqla oturur, verilişlərə baxır ki, məsələn, Əhməd Məmmədlə dalaşıb, nə bilim, Züleyxa filan kəsə xəyanət eləyib. Bu hamısı ailə məişət söhbətləridir, düzdür. Bu təfəkkürdə olan insanlar necə o verilişə baxa bilirlər? Plus da ki, səs-küydən, neqativdən ibarətdir. Bir, mövzunun özü neqativdir. İki, insanların qışqırmağı neqativdir. Üçüncü də neqativ nədir? O kədərli mahnıları da qoyub daha da neqativ edirlər. Buna necə baxmaq olar?
Bunu elə maksimum mənə kimi də bir 10 dəqiqə beynində uza bilər. Yemək yeyəndə ki, nəsə işləsən. Amma mən heç vaxt oturub ona axıra qədər baxmaram ki, görürsən filan kəsdən boşanacaq. Və yenə də insanların kütləşməyi və o bizim bildiyimiz xoşqədəm, zaur, nə bilim, o birisi, bu birisi. Yenə də insanların kütləşməsidir də. Kütlə. Biz ona xalq demirik də. Müsahibə çıxacaq, yenə cəbi yazırlar. Ümumiləşdirmə, nə qədər istisna demək olar, bəzi demək olar. Da bunu deyəndə bilin ki, bu bəzi gedir. Orada yəni hamı getmir. Kütlə. Kütlə, vəssalam. Mən belə bir şey var da. Bunu da yazıda yazmışam mən. Ola bilər ki, sizin auditoriyanda marağını çəkər. Bir polyak rejissor, onun çəkdiyi animasiya, mükafat qazanmış animasiyadır. Animasiya nədir? Kadr başlayır, başı kəsilmiş insanlardılar, animasiyadır. Başı kəsilmiş insanlar gəzirlər şəhərdə. Göstərirlər, məsələn, başı kəsilmiş adam bank yarır. Başı kəsilmiş adam maşın sürür. Başı kəsilmiş adam parik dükanının qabağından keçir. Belə absurd bir vəziyyət yaranır. Aləm dəyib bir-birinə də. Oğru çıxır bankdan bilmir haranı güllələyir. Və belə bir vəziyyətdir. Birdən qəfil izdiham yarılır, içindən bir başı olan adam çıxır. Başı olan adam şəhərə gəlib də. Məsələn, bu gəlir bir binaya girir. Orada nəsə işlə məşğuldur, göstərmirlər orasını. Sonra çıxır şəhərə və orada bir başsız qadınla toqquşur. Toqquşurlar bunlar və aralarında bir şey yaranır. Ünsiyyət. Bunlar parkda otururlar filan, ora. Bu başı olan adam gedir, ona gül alır, gətirir. İş o məqama çatır ki, bu dəfə də dondurma alıb gətirəndə bu başsız qadın dondurmanı uzadır oğlana, yedizdirmək istəyir də. Belə uzadanda görür ki, bunun başı var. Fərqinə var ki, bu uzatdım buna, bu şey oldu da, başa dəydi, bu harası dəydi. Belə əli ilə yoxlu görür bunun başı var, qadın durub qaçır. Oğlan dilxor olur, durur gəlir şeyə, o həmişə gəldiyi yerə. Belə pərdəni endirir, pərdənin altından gilyotin çıxır. Sən demə gilyotin düzəldilmiş orada. Yəni bu şəhərdə başı kəsilən adamların o kəsilib də bulan başı, o aləti düzəldən adamdır. Və başını qoyur gilyotinin altına, başını kəsir öz başını. Və sonra durur belə o birisilər kimi belə səndiriyə çıxır küçüyə, ora dəyə-dəyə, bura dəyə-dəyə gəlir həmin parka çıxır. Orada bunlar yenə rastlaşırlar həmin qadınla. Daha doğrusu parka çatmamış, yolda rastlaşırlar, toqquşurlar, qadın bunu hiss edir ki, bu budur. Belə əlini aparır, görür bunun başı yoxdur. Bunları qol-qola girirlər və uzaqlaşırlar. Orada axırda əkiz qüllələrin partlayışını belə şey kimi veriblər də, subliminal mesaj kimi. Yəni animasiyanın məğzi ondadır ki, bir insan başsız bir cəmiyyətə düşsə, mütləqdir ki, o sonda başını itirsin. Başsız bir cəmiyyətə düşür, görür ki, hamı da ora-bura qaçır filan. Burada da bir dənə qadına bu vurulub da. Bu qadın da bunun başı olduğuna görə bundan qaçır. Və öz başını həmin qadına satır. Bir növ hə. Amma bunun dərin qatında o səthi qatdır. Ki, hə, bu qadına görə getdi başını kəsdi. Amma dərin alt qatında olan məna odur ki, sən başsızlığın içində heç vaxt başda qala bilməzsən. Mümkün deyil. Bu cəmiyyətdə də o küt beyinlərin içində diri beyinlə qalmaq çətin məsələdir. Çox çətin məsələdir. Bunu biz yox, bunu vaxtı ikən kimləri olub? Peyğəmbərlərin hamısı bu şeylər, bu problemlər. Onda sənin dediklərindən belə nəticəyə gəlirik ki, başsız adamların içində ya başı itirməlisən, bəli, ya da başı itirməlisən. Başqa çıxış yox. Hər iki mənada. Hə, biraz belə diri saxlaya bilərsən, hardasa yenə deyirəm, balans saxlamaq olur. O da çox böyük bir insanda güc tələb edir ki, o balansı qoruyasan. Mən əslində bizi izləyən insanlara demək istəyirəm ki, hər şey pikinə çatıb, sonra sıfıra düşür. Bu həyatın qanunudur. Bax, yağış nətər yaranır? Su buxarlanır, çıxır göyə, sonra oradan düşür təzədən yerə, sonra təzədən buxarlanır. Və yaxud da nə bilim, fəsillər həmçinin. Gecə-gündüz nətər əvəzləyir? Tam qaranlıqlaşır, sonra tam səhər açılır. Yəni hər şey pikinə çatanda sıfırına düşür. İnsanın da həyatı belədir. İnsan da sıfıra düşürsə, deməli pikinə çatıb düşür. Nəyinsə pikindədir o. O naxirə deməyiblər, hər qaranlıq gecənin bir aydın səhəri var. Yəni bu həqiqətən belədir. Sıfıra düşməlisən və düşəndən sonra da sənin qalxmağın
Bu mütləq. İnsanlarımız özlərini motivasiya etməlidirlər. Başqalarının o sıfırdan qalxışlarına baxıb motivasiya olmalıdırlar. Mütləq, başqa variant yoxdur. Ya onu eləməlisən, ya da yaşadığın mühiti tərk eləməlisən. Adətən qonaqlar tamaşaçılarla sağollaşır, verilişimizi yekunlaşdırır. Sənə uğurlar arzu edirəm. Çox sağ ol. Təşəkkür edirəm dəvət üçün. Söhbətimiz əslində çox geniş ola bilərdi, format söhbəti var da. Mən sənin kitabımı gətirmişəm. Təşəkkür edirəm. O Belə gözlərində var. izləyicə də göstərim. Reklam olmasın, amma belə də onsuz da yoxdur yəni. Paylıq saxlamışam dostlarıma, tanışlarıma. Xoş pay oldu. Təşəkkürlər. Çox sağ olun. Sizin heyətinizə də təşəkkür edirəm. Var olun dəvətə görə.